Hər gün suya bir limonu sıxıb içsəniz bədəninizdə nələr baş verər? Təbii ki, söhbət Ordubad limonu adlanan bu limondan getmir. Biz standart ölçüdə olan limonlardan danışırıq. Ümumiyyətlə, həkimlər gün ərzində yarım limon suyunun sıxılıb içilməsini insanlara tövsiyə edirlər. Lakin qədərində. Bundan çox miqdarda siz qəbul eləsəniz, bəzi problemlərlə qarşılaşa bilərsiniz. Məsələn, uzun müddət limon suyu qəbul edən insanlarda mədə turşuluğu artmış olur. Bu da zamanla mədə yaralarına gətirib çıxarır. Həmçinin mütəmadi olaraq limon suyu içmək qanı durulaşdırır, təzyiyi aşağı olan insanlarda isə baş gicəllənməsinə səbəb olur. Bəs normada qəbul etdiyimiz limon suyunun faydaları nələrdir? İlk növbədə limon dəmirin qana sovrulmasını sürətləndirir. Əgər siz qan azlığından əziyyət çəkirsinizsə və dəmir tərkibli məhsullardan, yəni xurma, bəhməz kimi qidalardan istifadə edirsinizsə, mütləq yanında limonlu su için. Çünki limonun tərkibindəki C vitamini dəmirin qana sovrulmasını asanlaşdırır. Limon suyu C vitamini ilə zəngin olduğu üçün